Salamlayıram hər birinizi. Sualım həkimimizdədir. Həkim məsləhəti olmadan öz başına arıqlama iynələrindən istifadə etmək olarmı? Çox gözəl sual. Çox gözəl bir sualdır. Yəni mən girib Əcizə xanıya arıqlama iynəsi istəyirəm, mənə verin deyə bilərəmmi? Bunu hamı deyir. Reseptlə, peçatla yazılmaya ehtiyac duyulmayan bir preparat olduğuna görə internetdən, sosial şəbəkələrdən, xüsusi bir reklamlardan görüb, həvəslənib, yəni altda yatan səbəbləri bilmədən, yəni çəki artıqlığının altda yatan səbəblərini bilmədən gedib əczaxanaya girib, yəni ürəkləri istədiyi bir arıqlama iynəsini götürüb özlərinə tətbiq edirlər. Lakin mən hər dəfə də qeyd elədiyim kimi, buradan da insanlarımıza müraciət eləmək istəyirəm ki, qətiyyən öz başına, həkim nəzarəti altında olmadan, bilmədən gedib arıqlama iynələrini alıb özünə tətbiq etməsinlər. Çünki Niyəsi, bəli. Səbəbi odur ki, hər bir insana individual yanaşma olur. Arıqlama iynələrini həkim nəzarəti altından, xüsusi bir, çünki kökəlməyə də səbəb var. Biz öncə araşdırırıq ki, sizin artıq çəkiniz nə ilə əlaqəlidir. Onun üzərində çalışırıq və iynəni, dozu və müddətini seçib, yanaşı olaraq da arıqlama planı verərəkdən pasiyenti yönəldirik. O səbəbdən sadəcə bu iynəni vuracam, arıqlayacam deyə bir şey yoxdur. Paralelində digər tərəfdən, məsələn, mən bir nüansa da diqqət çəkim. Bu insulin dirənci ilə bağlı, şəkərlə bağlı məsələlərdə bəlkə də sizdə norma və ya aşağı bir göstəricədədir. Siz bu iynəni vurub özünüzü məhv edə bilərsiniz. Daha aşağı sala bilərsiniz və aləm dəyər bir. Ondan əlavə də yanaşı təsirləri də var. O zaman yan təsirlərdən danışaq. Əks təsirləri nələrdir arıqladıcı iynələrin? Yan təsirləri çoxdur. Bir neçəsini sadalayacağım. Pasiyent düzgün iynə seçmədən, dozunu düzgün seçmədən istifadə etdikdə, qidalanmasını düzgün, yəni riayət etmədən etdikdə, ürək bulanma, halsızlıq, yorğunluq əlamətləri, qaytarma, ishal kimi və yaxud əksinə qəbizlik kimi əlamətləri olur. Onunla yanaşı, biz öncədən müayinədən keçirdirik ki, görək, əks təsiri olan bir xəstəliyi varmı? Birinci növbədə süd vəzində olan xəstəliklər zamanı, yəni şiş xəstəliklərində, süd vermə vaxtı, hamiləlik vaxtı, qalxanvari vəzində, xərçəng meyillilik, yəni risk qrupuna aiddirsə, böyrək xəstəliklərində və digər başqa bir bağırsaq pozğunluqlarında, yemə pozğunluqlarında biz tövsiyə eləmirik. Bunun mədaltı vəzə və ya öd kisəsinə ziyanı olacağını eşitmişəm ki, əgər hər hansı bir problem varsa, o sürətləndirici öd kisəsində durğunluq və yaxud daş varsa, çünki öddə boşalmanı ləngitdiyinə görə arıqlama iynələri tövsiyə olunmur. Ona görə də biz nəyə görə çağrı edirik ki, arıqlama iynələrini öz başına eləməyin. Bir misalımız var, qaş qoyan yerdə göz çıxartmayaq. Yəni ki, piylənmə düzdür, əlbəttə ki, bir estetik görünüş olaraq, yəni birinci növbədə biz pasiyentlərimiz, yəni insanlarımız estetik olaraq arıqlamağa üstünlük verir, amma piylənmə bir görüntüdür sadəcə olaraq. Onun altında yatan müxtəlif xəstəliklər, xroniki xəstəliklər də olur. O səbəbdən də biz bilmədən, eləmədən iynəni tətbiq eləyərək xeyrini yox, ziyanını görə bilərik. Məsələn, Medsana gələn bir pasiyent arıqlamaq iynəsi istəyir, sizin gününüzü gözləyir, gəlir. Yeri gəlmişkən, həftə sonu mu oradasınız inşallah? Mən artıq 2 ildir ki, Medsan klinikasında fəaliyyətdəyəm. Çox gözəl. Həftənin 2 günü, 3-cü və bazar günləri orada olur. Hər həftənin 3-cü və bazar günləri siz oradasınız. Çünki xanımların arıqlama iynələri, arıqlama üsulları, kimi bir problemləri hər zaman olduğu kimi inanıram ki, yanınıza gəlib məsləhət alanlar çox olacaq. Bəziləri çünki estetik baxımdan, amma bəziləri sağlamlıq baxımından buna ehtiyac duyur. Ürək xəstələri, şəkər xəstələri, artıq obez formasını almış insanlar, bunların ehtiyacı var. Təzyiq məsələsi, onlar təcili arıqlamalıdırlar və bu zaman təbii ki, endokrinoloqla bu yola çıxsalar daha yaxşı olar. Siz kimlərə təyin edirsiniz? Bax, hansı halda deyirsiniz ki, sənə bu arıqlama iynələrindən istifadə vacibdir, zəruridir, labüddür?
Bədən kütlə indeksi artıq olduqda, arterial təzyiq artıq ürək-qan damar sisteminə təzyiq, xroniki xəstəlikləri artıb, şəkərli diabet tip 2 xəstələrinə, qalxanvari vəzisində əlbəttə ki, yanaşı olaraq biz müalicə də edirik, onunla paralel iynəni də təyin edirik. Hipotireoz, yəni tənbəl zob elə arasında deyirlər, funksiyasının zəifləməsi nəticəsində metabolizm zəifləyir. Biz yanaşı qalxanvari vəzin müalicə etdiyimiz halda arıqlama iynələrində təyin edirik. Dediyiniz kimi prediabet, yəni insulin dirəncində, digər xroniki xəstəliklər zamanı, hansı ki, artıq çəki, artıq estetik görünüş deyil, birbaşa xəstəlik kimi, yəni ilk öncə bunun altında yatan səbəbləri biz müalicə eləməliyik ki, sonra ikinci etap artıq görünüş olsun. Zaten biz bunu müalicə etdikdə, iynəni də təyin etdikdə görünüşü də əldə etmiş oluruq.